Bəli, Astara dövlət sərhəddindən, buraxılış məntəqəsindən son vəziyyətləri sizin nəzərinizə çatdırmaq istəyirəm. Təxliyə prosesi fasiləsiz olaraq davam edir. Qeyd edim ki, burada viza problemləri olanlar kodlarında kod çatışmazlığı olduqda təxliyə prosesi zamanı onlar da aidiyyatı qurumlar üzrə olan koordinasiya vasitəsilə tez bir zamanda həyata keçirilir ki, onlar təxliyə prosesləri zamanı xarici vətəndaşlar da, Azərbaycan vətəndaşları da istər-istəməz hər hansı bir çətinliklə qarşılaşmasınlar. Yerindəcə də həll olunur. Qeyd edim ki, hal-hazırda Kanada vətəndaşlarıdır. Onlar İrandan Azərbaycana təxliyə olunurlar. Hazırda məntəqəyə yaxınlaşıb qeydiyyat aparılır, sənədlər yoxlanılır. Daha sonra isə onlar buraxılış məntəqəsindən onlara aid olan keçiddə avtobuslara, nəqliyyat vasitələrinə yerləşdiriləcəklər və ondan sonra isə 48 nəfər həmin avtobusa yerləşdikdən sonra yola düşəcək Bakıya, paytaxta və təxliyə prosesi gecə saatlarına 24 saat fasiləsiz və Astara dövlət sərhəddinin əməkdaşları tərəfindən, keçid məntəqəsinin əməkdaşları tərəfindən aparılır və onlar hər zaman dəstək göstərirlər. Vətəndaşlar hazırda ailə, Kanadadan olan ailədir. Təxliyə prosesi bu saatlarda aparılır. Onlar bu məntəqədən keçəcəklər. Daha sonra isə artıq öz ölkələrinə rahat şəkildə gedə biləcəklər. Hələlik sizə çatdırmaq istədiklərim bu qədər. Mən sözü sizə studiyaya ötürürəm. Axşam saatlarında da gedişat barəsində məlumatları sizə çatdıracağam.